bir mühəndis mənə yaxşı bir söz dedi ki, dedi, adam ev tikirdilər, bina tikintisi və ev tikintisi məşğul. Dedi ki, biz ev tikəndə 3 dənə ev tikirik. Bir müştərinin beynindəki ev, bir çertyojdakı ev, bir də ki, realda çıxan ev. Və bu üçünü üst-üstə düşsə, biz pulumuzu ala bilirik. Düşməsə yox. Ona görə qeyri-müəyyənliyi birinci dialoqda çözmək lazımdır. Kim nə istəyir? Bu təmir tikinti məsələsində əsas nüanslardan biri doğrudan da budur. Çox vaxt dizaynerlər gəlir, müştəri deyir ki, mən bunu istəyirəm. O göstərir ki, standartlara uyğun əslində budur. Yəni texnika cəhətdən bu şəkildə olmalıdır. Amma düşünür ki, o şəkildə necədirsə, onu o cür görməlidir. Hətta biz bir vaxtlar mən təmir tikinti verilişi aparanda Nərimanovda bir mağazanın eyni şəkildə standartlaşdırılması və yaxud da ki, dizayn, interyer söhbətində prosesində orada canlı iştirak elədim və gördüm ki, müştəri və sahibkar arasında nə boyda konflikt yaranır. Tərs mütənasib fikirlər yaranır ki, əslində onu istədiyi də odur. Amma göstərdiyi... Vizuallaşdıra bilmir. Bəli. Tam, o gözündə canlandırdığı, təsəvvür etdiyi bambaşqa bir şeydir. Keyfiyyət baxımından ona verdiyi ondan daha üstündür. Halbuki sahibkarın, iş görənin. Amma onu bəyənmir.